Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, sırf hər kəsin, yəni Lorel desən, nəslində, var yoxunda, kökündə bu tip belə bir insan var. Fərqi odur, bu sizin ananız tərəfindən də ola bilər, atanız tərəfindən də. Və nəticə etibarıyla həmən insanın davranış tərzinə diqqət edin. Qohum-əqraba içərisində yaxud ailəniz yanında güya can yandıran insandır, dəhşət dərəcədə yaxın və baxırsan ki, bu adamdan yoxdur. Amma ikilikdə bu adamla münasibət nə olur, yaxud münasibət qurursan, baxırsan ki, sən şərəfsiz var, şərəfsiz, bu dərəcədə insanın ikinci bir insana rastlaşa bilmərsən. Və bunlar niyə belədir? Məqsəd nədir? Nədən qaynaqlanır? İnsanların bəziləri maskalanmağı sevirlər. Bəzi insanlar olur, yox, zəhlənmədir bu kimi şeylərdən. Bəziləri olur ki, aşırı dərəcədə bu şeyə qarşı müsbətlər. Yəni, mənfiliklər yoxdur, can atırlar ki, maskalansınlar tez-tez başqalarının yanında. Niyə? Çünki gözlərini başqalarına görk etmək. Hər hansı bir xeyir əməllərinin ictimaiyyət içərisində, bugün sənin 100 manat, 50 manat pul lazımdır, hamının içərisində. Göt. Biri də var ki, təklikdə bunu gedirsən, sən istəyirsən, yoxdur, heç cürə mümkünatı yoxdur, alınmaz. O nədir, bu nədir? Reklam xaraktercə bir dənə afişa zad vurulsun ki, boynuna bir dənə medaldan zaddan, başına daş olsun. Bu qədərmi, yəni sən hörmətsiz, bu qədərmi belə səviyyədən kənar, qeyri-etikləsənsə, həqiqətən o insanları o qədər zəhləm edir ki, yəni onların deyiləcək belə ən ağır sözlər lazımdır. Sən reklamdan yəni ölürsən, kimsə gəlsin, afişa zad paylasın ki, filan gəlsin 100 manat pul çıxıb, 50 manat pul çıxıb. Reklamdır bu. Borc götürdün, verdin, kimdən aldın, verdin, sənin pulun idi, mənim pulum, onun pulun idi. Nə fərqi var ki, sənin pulundur, vermirsən də. Bu reklam lazımdır. Boşuna deyilməyib, yəni balıq bilməsi xalıq bilər, məsələ. Yəni, mütləq şəkildə kimisə deyilməlidir. Zaten Allah onunsuz xeyir əməli görən görür. Bilən bilir. Bu reklam eləməklə cəmaatın içərisində görk etməkdir. Təklikdə də ola bilər də o. Ona görə ya istəyir xoş söz olsun, ya istəyir pis söz olsun, ictimai içərisində edilən bu hər hansı bir növ ifadə yaxşılıq yaxud pislik, töhmətdir, yaxud minnətdir. Ona görə bu kimi insanlardan çalışın diqqətli olun. Nə qədər də ictimai içərisində olsa da, yəni həmən insanların üzünə vurmaq lazımdır ki, cəmaatın içərisində yox. Yaxşılıq əməl varsa təklikdə. Pislik olanda neyi təkliyə qaçırsan? Bu qədər. Seanslarımız hal-hazırda əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər mesaj bölməsinə şərh yaxud fikirlərini qeyd edə bilərlər.